Hörmətli izləyicilər, əziz dostlar, bugünkü soyuducumuz 2 metr 1.80 hündürlüyündə olan soyuducudur. Bu soyuducunun aşağı hissəsi nofrozdur, yuxarı hissəsi isə defrozdur. Bu soyuducuda problem odur ki, bu soyuducunun yuxarı hissəsi, bax görürsünüz, şişibdir. Yəni, buradan keçən borularda qaz buraxma var. Şişdiyi üçün də soyuducuda aşağı işləyir, çünki sistemdə qaz az olduğu üçün aşağı işləyir, amma yuxarıya qazın gedib çatmağa gücü çatmır. Ondan görə də məcbur bu yəni soyuducu istədiyiniz effekti vermir sizə. Bu soyuducu indi yuxarı hissəsin deşiləcək, plastinka qoyulacaq. Plastinka qoyulduqdan sonra, yəni ideal vəziyyətdə işləyəcək. Plastinka necə qoyulur? Bax, bu nofroz hissəsidir. Nofroz hissəsinə toxunmuruq. Nofroz hissəsində heç bir problem olmur. Yuxarı hissəsində olur. Görürsünüz, bir yuxarı hissəsində bu səlqalı, bu kartinka kəsilir, qoyulur. Üstündən də bu qapaq örtüləcək. Heç yəni zavoddan fərqlənmir, heç nə seçilmir. Və arxaya bu plastinkanın arxadan çıxan borusunu isə belə edirik. Görürsünüz, bir balaca nazik xət qazırıq, borunu aparırıq. Sonra üstündən penayla vururuq və üstündən falqa ilə gedirik. Heç nə bilinmir. Sadəcə olaraq yəni bilinir ki, belə nəsə vurulubdur. Onda heç bir qozu. Bu soyuducuya R600 qazı 50 qram qaz gedir, 33 qramını vurmuşuq. Soyuducuda heç bir problem yoxdur. İdeal vəziyyətdə işləyir. Sizin də əgər soyuducuda yuxarı işləyir, aşağı işləmir və ya aşağı işləyirsə, yuxarı işləmirsə, 100% yəni dərhal usta çağırın. Çünki bu soyuducunun aşağısı işləyib, yuxarısı işləməyəndə soyuducunun çox vaxt termostat dayanır nəyin hesabına, yuxarının hesabına. Ona görə də bir müddətdən sonra vurur motorunuzu yanır. Görürsünüz, soyuducu düzəldi, təhvil verildi. Görürsünüz, soyuducuda buzlama başlayıb, ideal vəziyyətdə də işləyir. Yuxarı hissədə indi təzə işlədiyi üçün ağarmayıb. İndi yuxarı hissədə ağaracaq, buz kimi buzlayacaq. Soyuducunun temperaturasına da həmişə nəzarət edin. 20, 22, 23 dərəcə minus qoymağa ehtiyac yoxdur. Buzxananızı qoyun 18 dərəcə, aşağında, yəni meyvə yığdığınızda yeri 4 dərəcədə. Çox sağ olun, təşəkkür edirəm. Sizin də soyuducuda problem varsa, bir zənginlə gəlib ünvanınızda həll edib, sizin soyuducuzu zəmanətlə təhvil verə bilərik sizə. Çox sağ olun.